Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugün əksər tələbələrin əziyyət çəkdiyi mövzulardan biri olan artikel barədə danışacağım. Artikel necə istifadə olunur, hansı növləri var? İngilis dilində artikelların iki növü var. Müəyyənlik artikeli və qeyri-müəyyənlik artikeli. İlk öncə başlayaq qeyri-müəyyənlik artikelindən. Qeyri-müəyyənlik artikeli ən artikeldir. Sayıla bilən tək isimlərin qarşısında işlənir. Bildiyimiz kimi İngilis dilində isimlər sayıla bilən və sayıla bilməyən olmaqla iki qrupa bölünürlər. Əgər mən ismi saya bilirəmsə, məsələn götürək book. Book kitab deməkdir. Bir kitab, iki kitab, üç kitab, dörd kitab. Göründüyü kimi saya bilirəm. Deməli, əgər ismim sayıla biləndirsə, o zaman qarşısında artikel istifadə edəcəm. Artikeldə dedik ki, qeyri-müəyyənlik artikeli əndir. Bəs biz bunları necə fərqləndirək ki, nə zaman mən artikellə istifadə edəcəm, nə zaman isə ən artikelini? Bunu fərqləndirməyin əsas üsullarından biri sözün tələffüzünə baxmaqdır. Baxın, yazılış demirəm ha, sözün tələffüzü. Tələffüz də necə səsləndirdiyimiz. Çünki bildiyimiz kimi İngilis dilində elə sözlər var ki, yazılışından fərqli tələffüz olunurlar. Əgər mən yazılışa baxıb variantı seçsəm, bunu səhv götürmüş olaram. Əsas olan sözün tələffüzünə baxmaqdır. Bir neçə nümunə deyək. Məsələn, deyirəm ki, I have a book. Mənim kitabım var. Burada book sözü samitlə başlayan səs olduğuna görə biz burada artikelından istifadə edəcəyik. Və buradan da bu qənaətə gəlirik ki, əgər sözün tələffüzü samit səslə başlayırsa, o zaman biz artikelından istifadə edirik. Book. Bu nədir? Samitdir. Samit olduğuna görə, samit səslə başladığına görə biz burada artikelından istifadə edirik. I have a book. Əgər desəm ki, I have an apple. Fikir veririk. An apple dedim. Burada artıq apple demədim. Çünki sait səslə tələffüz olundu. Əgər sözün tələffüzü sait səslə tələffüz olunarsa, o zaman biz an artikelından istifadə edirik. Yenə də deyirəm, sözün tələffüzünə önəm veririk, yazılışına yox. Bunu nəyə görə deyirəm? Məsələn, götürək burada biz sözün yazılışına baxsaq, yazılışda nə görürük? Görürük ki, whole yazılıb. Mən də onda düşünürəm ki, deməli, H hərfi ilə başlayır. Onda mən artikelından istifadə edim. Əgər yazılışa baxıramsa, yazıram hour, bu şəkildə yazıram. Çünki nəyə görə? Yazılışa fikir verdim axı. Bu da olursa, buna baxmayacağıq. Sözün tələffüzünə baxırıq. An hour. Hour dedik və sait səslə tələffüz olundu. Sait səslə tələffüz olunduğuna görə də biz burada an artikelından istifadə edirik. Yaxud ikinci sözümüzə baxaq ki, university yazılıb. Əgər sözün yazılışına baxsam, deyərəm ki, U hərfi ilə başlayıb. U da nədir? Saitdir. Deməli, mən avtomatik olaraq an götürməliyim. Amma belə deyil. Bizi çaşdıra bilməyəcəklər. Niyə? Çünki biz bugün qayda izah videosuna baxırıq və bilirik ki, biz sözün tələffüzünə fikir verəcəyik, yazılışına yox. University olacaq. Baxın, y ilə tələffüz elədim. Y da nədir? Samitdir. An university. Burada önəmli olan, bir daha təkrar edirəm ki, nə qədər çox təkrar eləsəm, o qədər daha yaxşı yaddaşınıza həkk olunmuş olacaq. Sözün tələffüzünə önəm veririk və əgər sözüm samit səslə tələffüz olunursa, o zaman artikelından istifadə edirəm. Yox, əgər söz sait səslə tələffüz olunursa, bu zaman isə biz an artikelından istifadə edəcəyik. Dediyimiz kimi, sayıla bilən tək isimlərin qarşısında işlənir və bir mənasını verir. İşlənmə yerlərinə gəldikdə isə harda işlənir, biz onları necə istifadə edirik? Əşyanın növünü, insanın peşəsini bildirən isimlərin qarşısında işlənir. Bunu belə əzbər yadımızda saxlasaq, təbii ki, bir müddətdən sonra yadımızdan çıxacaq. Amma necə yadımızda saxlayacaq? Burada da sizə bir neçə taktikalarım olacaq. Necə yadımızda saxlayırıq? Məsələn, dedik ki, əşyanın növünü bildirir, insanın peşəsini bildirir. Düzdürmü? Bizim çoxlu peşələrimiz var. Həddindən artıq çox. Və o peşələrin içindən əgər mən bir peşəni seçib götürüb deyirəmsə, I am a teacher. Baxın, I am a teacher. Mən müəlliməm.
I am a doctor. Mən həkiməm. Deməli, çoxlu peşələrimiz var. Amma o peşələrin içindən birini seçib deyirəm. Ona görə də biz burada artikeldən istifadə edirik. Yəni, bir şeyin peşəsini bildirəndə. Yaxud da deyək ki, çoxlu meyvələr var. O meyvələrin içindən birini seçib götürüb deyirəm ki, look at this. This is an apple. This is an apple. Bu almadır. Amma mənim çoxlu meyvələrim var. Onların içindən birini seçib götürdüm. Deməli, bu qaydanı belə yadımızda saxlayırıq ki, bir şey həddindən çox ola bilər. Amma əgər mən onun içindən birini seçib dedimsə, bu peşə ola bilər, iş ola bilər, meyvə ola bilər, qələm ola bilər. Nə olmağından asılı olmayaraq, bir şeylərin çox olduğundan, arasından birini seçib deyəndə biz ən artikeldən istifadə edəcəyik. Sayların qarşısında işlənir 100, 1000, milyon kimi sayların qarşısında da biz artikeldən istifadə edirik. Bunlar da samit səslə tələffüz olunduğuna görə artikeldən istifadə edəcəyik. Və tərif bildirən isimlərin qarşısında işlənəcək. Bunu da necə yadımızda saxlayırıq? Təbii ki, bir qayda olaraq keçməyəcəyik üzərindən ki, belə yadımızda saxlayaq. Qaydanı praktika üzərində yadımızda saxlayacağıq, mənimsəyərək. Sadəcə oxudum, yadımda qalsın, yox, mənimsəmək lazımdır. Biz bunu artıq mənimsədikdə bu bizim yaddaşımızda qalacaq. Məsələn, mən sizlə söhbət eləyirəm və əlimdə qələm var. Onda qələm barədə söhbət açıram. Qələmin nə işə yaradığını izah eləmək üçün, hansı funksiyanı yerinə yetirdiyini göstərmək üçün biz burada tərifini bildiririk. Yəni, mən qələmi sizə izah eləyirəm ki, a pen is for writing. A pen is for writing. Qələm yazmaq üçündür. A book is for reading. Kitab oxumaq üçündür. Yəni, buradan da biz başa düşdük ki, bir şeyin funksiyasını bildirəndə, onun nə işə yaradığını göstərmək üçün biz istifadə edirik artikellərdən. Və əşyanın bir hissəsini bildirən isimlərin qarşısında işlənir. Məsələn, a cup of coffee, bir fincan kofe, yəni çoxlu kofe ola bilər, amma mən oradan yenə də bir fincanını götürürəm və deyirəm ki, sən mənə bir fincan kofe verə bilərsən, kofe çoxdur, amma mən ondan bir fincanını istədim. Bu da bayaqki qaydamıza əsaslanır ki, çox olan bir şeyin bir hissəsini bildirdikdə istifadə edirik. Yağışın səsini yəqin ki, eşidirsiniz. Yağış yağmağa başladı. Yaxşı, xoşlayırsınız. İndi isə keçək bizim aşağıdakı birləşmələrimizə. Bizim bəzi ifadələrimiz var ki, əgər biz bu ifadələri bilsək, testləri yazarkən bu bizim çox köməyimizə çatacaq. Çünki bu ifadələri bilməklə biz testləri asanlıqla yaza bilərik. Aşağıdakı birləşmələrimiz ən artiklı ilə işlənirlər. Bunu necə yadımızda saxlayacağıq, əzbərləyəcəm, yadımda qalacaq. Bu olmayacaq. Bizim dərslərimizdə belə şey yoxdur ki, bir şeyi əzbər yadımda saxlayayım. Yenə nədən istifadə edəcəyik? Yeni bir üsulumuzdan istifadə edəcəyik. Dərslərimdə ən çox istifadə elədiyim metodlardan biri və şagirdlərim həqiqətən bunu çox xoşlayırlar. Əvvəllər yadlarında qalmırdısa, artıq bu üsuldan sonra həqiqətən deyirəm ki, artıq öyrənirlər, yadlarında asanlıqla qalır. Bu üsul nədir? Çox haqqında danışdığım, bu qədər təriflədiyim hekayə üsuludur. Hekayə üsulu nədir? Biz bu sözlərdən istifadə edərək bir hekayə quracağıq və bu hekayə ilə artıq sözlər yadımızda qalacaq. Hekayəni qururam, öz-özümə danışıram. Hekayədə istifadə etdiyim sözlər axı buradakı sözlər olacaq. Hekayəni də öz-özümə danışanda buradakı sözləri yerinə qoyub, onun ingiliscəsini yerinə qoyub yadımızda daha asanlıqla saxlayacağıq. İndi isə bir nümunə üzərində izah edək. Məsələn, deyək ki, şagirdlərimdən biri Fatimə. Bir günlərim dincəlmək qərarına gəlir. Have a rest. Dincəlmək qərarına gəlir, tələsik rəfiqələri ilə bir yerdə evdən çıxır. In a hurry. Və gəzintiyə getmək qərarını verirlər. Go for a walk. Və burada belə bir qayda var idi ki, alçaq səslə danışmaq lazımdır. Speak in a loud voice. Alçaq səslə danışmaq lazımdır. Buradakı qızların əksəriyyəti erkən yaşlarındaydı. At an early age. Və getdikləri yerə, gəzintiyə bir saat yarıma çatmalıydılar. An hour and a half. Ancaq yarım saatda keçir. Hələ qızlar çata bilməmişdi. Half an hour. Qızlardan birinə zəng gəlir. Soruşurlar ki, bəs hardasınız? Biz sizi gözləyirik. Axı digər rəfiqələri də var. Və onlardan biri yalan danışır. Tell a lie. Fatimə deyir ki, mənim dürüst şagirdim, həqiqəti demək lazımdır. Tell the truth. Qızlardan biri deyir ki, təəssüf ki, bu qız çox vaxt yalan danışır. What a pity.
Uzaqda artıq gedəcəkləri yerləri görürlər. Bu yarım saat tamamlandıqdan sonra. A long way from. Gedəcəkləri yerə 15 dəqiqə qalır. A quarter of an hour. Nəticədə as a result gəlib çatırlar. Yenə də pıçıltı ilə danışırdılar. In a wish və sözlə nəhayət çatırlar. In a word. Qızlar deyir ki, çox sağ olun bizim təklifimizi qəbul etdiyiniz, yanımıza gəldiyiniz üçün və deyirlər ki, xoşdur, it's a pleasure və indi gəlir çatır növbə həmin yalan danışan qıza. Deyirlər ki, it's a shame, eyibdir, yalan danışmaq olmaz. Və həmin qız həmin anda özünü itirir. To be at a loss. Daha sonra unudurlar bu hadisəni, yaxşı vaxt keçirirlər. Have a good time. Bu hər birində yaxşı təəssürat yaradır. To make an impression. Hər kəs önəmli rol oynayır. To play an important role. Hekayə ilə yadımızda saxlayırıq. Məsələn, bu mənim özünə məxsus qurduğum bir hekayədir. İndi ağlıma gəldi, yaratdım. Sizə özünüzə məxsus bir hekayələr yaradaraq və bu sözlərdən istifadə edərək asanlıqla yadınızda saxlaya bilərsiniz. Çünki belə olduqda hekayə axı yadınızda olacaq. Hekayəni Azərbaycan dilində qururuq və Azərbaycan dilində qurduğumuz hekayə yadımızda olacaq. Hekayəni öz-özünüzə danışa-danışa buradakı sözləri də istifadə edərək daha yaxşı yadınızda saxlaya bilərsiniz. İndi isə gələk Z artiklına. Z müəllik artikldır. Burada artıq kateqoriyaya ayırmayacağıq ki, sadəcə sayıla bilən isimlərin qarşısında işlənir. Belə deyil. Həm sayıla bilən isimlərin qarşısında işlənir, həm də sayıla bilməyən isimlərin qarşısında işlənir. İşlənmə yerlərinə gələk. Sıra sayılarının qarşısında işlənir. Sıra sayılarımız hansılardır? First, second. Sadəcə sıra sayılarının qarşısında işlənir. Yəni, miqdar sayılarının qarşısında biz onları işlədə bilmərik. Məsələn, burada yazıb ki, room 5, text 12. Burada biz heç vaxt Z artiklından istifadə edə bilmərik. Çünki axı bu sıra sayı deyil. Ona görə də biz sıra sayılarını bilməliyik, say mövzusunu yaxşı bilməliyik ki, testləri yazarkən bilək ki, söhbət miqdar sayından gedir, yoxsa sıra sayından gedir. Bəli, sıra sayıdsa mən qarşısında Z artiklını işlədəcəm. Yox, miqdar sayıdsa artikl işlənməz. Sifəti üstünlük dərəcəsi ilə işlənir. Məsələn, deyək, the largest room, ən böyük otaq. The most interesting book, ən maraqlı kitab. Amma mostda bir qaydamız var. Bunu izah eləmək istəyirəm. İstisna kimi, bu kitabda qeyd olunmayıb, əlavə olaraq. Deməli, mostun qaydası nədir? Mostun əksəriyyəti mənası da var. Əsas məsələ mostdan sonra gələn sözə baxmaqdır. Əgər mostdan sonra isim işlənirsə, burada Z artiklı olmayacaq, işlətməyəcəyik. Məsələn, deyək ki, most people like rock music. İnsanların əksəriyyəti rock musiqisini xoşlayır. Burada mostun mənası artıq onun dərəcəsini artırmadı, əksəriyyəti mənasını verdi. Testləri yazarkən baxacağam. Mostdan sonra isim gəlibmi? Artikl yazmayacağam. Çünki buradakı mostun tərcüməsi əksəriyyəti mənasını verir. Çoxu mənasını vermir. Onun dərəcəsini artırmır. Amma əgər desəm ki, the most interesting book, ən maraqlı kitab, burada necə tərcümə elədik? Artıq kitabın dərəcəsini artırdı, üstün elədi. Mənim çoxlu kitablarım var, amma deyək ki, onlardan biri mənim üçün ən maraqlı kitabdır. Və burada da onun dərəcəsini artırır. Dərəcəsini artırdığına görə biz Z artiklından istifadə edəcəyik. Yəni, mostdan sonra sifət gəlibsə, Z artiklını yazacağam. Mostdan sonra isim gəlibsə, artikl qətiyyən işlətməyəcəyik. Əsas olan mostdan sonra gələn sözə baxmaq lazımdır. Qeyd etdiyimiz kimi, mostu iki mənada tərcümə elədik. Həm əksəriyyəti mənası da var, həm də ki, ən yaxşısı, ən çoxu mənasını bildirir. Əgər mostdan sonra sifət gəlibsə, artiklımı yazıram. Əgər mostdan sonra isim gəlibsə, artikl olmayacaq. Ocean, aşağıdakı sözlərlə artikl işlənir. Ocean, sea, river, lake, channel. Amma bir dənə də istisnamız var. Baxın, Baykal sözünü ayrılıqda yazıramsa, Z Baykal. İşlədəcəm. Artikl yazacağım. Z Lake ayrılıqda yazıramsa, yenə yazacağım. Amma ikisi bir arada desəm, Z Lake Baykal qətiyyən olmayacaq. Bu olmayacaq. Bu yanlışdır. Önəmli olan bunların ikisi bir arada gələndə artikl işlətmirik. Ayrı-ayrılıqda işlədə bilərik. Amma olsa ki, The Lake Baykal, burada artikl istifadə olmayacaq.
Birləşmiş Dövlətlərlə Z artiklı işlənir. Bunları biz öyrənməliyik ki, bunlar istisnalardır. Amma əgər söhbət ayrı-ayrı dövlətdən gedirsə, rayondan gedirsə, kənddən gedirsə, ölkədən gedirsə, artikl işlənməyəcək. Ümumiyyətlə, ölkə adları ilə artikl işlətmirik biz. İstisnalar bunlardır. İstisna başqa ölkələrimizdə var. Onlara da gələcəm. Qeyd edəcəyik onları. Yadımızda saxlamaq lazımdır. Əgər ölkənin, kəndin yanında aşağıdakı sözləri işlədiriksə, aşağıdakı sözlərimiz nədir? Ştatdır, respublikadır, dövlətdir. Hə, bu sözləri görəriksə, o zaman biz Z artiklından istifadə edəcəyik. Aşağıdakı dövlətlərdə istisnalar təşkil edir ki, bunu da istisna olaraq yadımızda saxlamalıyıq ki, hə, bu ölkələr istisnadır, bunlarla artikl olmayacaq. İndi gəlirik adalar qrupu ilə necə artikl işlənir, amma tək-tək adalarla artikl işlənmir. Bunu adətən belə yadımızda saxlayacağıq ki, əgər görsək ki, sonunda S şəkilçisi var, deməli adalar çoxdur, adalar cəmdədir. Bu da bir hiylə olsun. Adalar çoxdur, adalar cəmdədir. Onda biz Z artiklından istifadə edəcəyik. Çünki tək bir adanı necə cəmdə versin ki? Hə, bizə nə demişdi? Qaydada demişdi ki, adalar qrupu ilə. Adalar qrupu da deməli çox adadan söhbət gedir ki, S şəkilçisini yazıb, S şəkilçisini görəndə Z artiklımızı işlədəcəyik. Amma görsək ki, yarım adadan söhbət gedir, yaxud da ada sadəcə bir adanın adını çəkib adaların qrupundan söhbət getmir, bu zaman artikl olmayacaq. Eynilə bu qayda dağ adları üçün də keçərlidir. Görsəm ki, çoxlu dağ adlarından söhbət gedir. Deməli, sonunda gələni cəmdə verəcəm. Məsələn, buradakı nümunələrdə görə bilərik ki, sonunda S şəkilçisi gəlib. Amma zirvə adından söhbət gedirsə, heç vaxt artikl işlətməyəcəyik. Vahidlik bildirən isimlərimiz var ki, hansı ki onlardan təkdir. Bir dənədir. Məsələn, günəşdir, aydır, yer kürəsidir. Bizim bir dənə günəşimiz var. 2 dənə günəşimiz yoxdur ki, bir dənə ayımız var. Deməli, əgər bir şeydən sadəcə bir dənədirsə, vahidlik bildirirsə, o zaman biz Z artiklından istifadə edəcəyik. İndi isə keçək. Planet adları tək işlənirsə, məsələn, deyirəm ki, Mars. Artikl işlətməyəcəm. Əgər planetin adını tək çəkirəmsə, artikl olmayacaq. Hə, görsəm ki, yanında planet sözü də gəlib. Bu zaman artikl işlədəcəyik. Bunu belə yadınızda saxlayın. Baxın, bu 4 dənə sözə aiddir. Planetdir, dil adlarıdır, qitə adlarıdır, materik adlarıdır. Bunlar tək işlənəndə qətiyyən artikl işlətmirəm. Amma görsəm ki, yanında bu sözü də verib. Planet sözünü də verib, dil sözünü də verib, materik sözünü də verib, qitə sözünü də verib. Hə, bu sözləri veribsə əgər, biz o zaman artikl işlədəcəyik. Amma bu sözlər yoxdursa, özünün tək adını çəkibsə, artikl olmayacaq. Bütöv bir ailəni bildirəndə biz mütləq ki, Z artiklından istifadə etməliyik. Çünki ailədən söhbət gedir, soyad bildirir. Məsələn, deyək ki, Məmmədovlar ailəsi. Bir də bizim isimləşmiş sözlərimiz var ki, yəni bu söz ayrılıqda sifətdir. Varlı, necə? Varlı. Ancaq əgər qarşısına Z artiklını işlətsəm, o zaman olacaq varlılar. Deməli, bu sözlərin də qarşısına biz mütləq Z artiklımızı verməliyik. Yenə gəlirik burada dil qaydasını qeyd edib, onu bayaqda dedik ki, yenə də təkrar edirəm. Əgər yanında dil sözünü görürəmsə, artiklı verəcəm. Yox, dil sözü yoxdursa, artikl yoxdur. Növbəti qaydamıza baxırıq. Əgər aşağıdakı hərf birləşmələrini görürəmsə, ES, CH, SH, bunları görürəmsə, mən onları cəmləyərkən sonuna artıq IS şəkilçisi artırmayacağam. Bir dənə Z artiklını artıracağım, özü onsuz da cəmdə olacaq. Bu nə deməkdir? Məsələn, baxaq, British. Burada sonu SH ilə bitib, düzdürmü? Və cəmləyəndə sonuna artıq IS artırmağa ehtiyac yoxdur. Sadəcə bunu Z British yazıram. Görsək ki, American, American təkdədir, Amerikanlılar deməliyim. O zaman Z Americans olacaq. Çünki sonu bu hərflərlə bitməyib. Əgər sonu bu hərf birləşmələri ilə bitərsə, onları biz cəmləmək üçün sadəcə Z-dən istifadə edəcəyik. Bu hərfləri də əzbər yadımızda saxlamalıyıq ki, testləri yazarkən görək ki, bu hərf birləşmələri var. Bu hərf birləşmələri varsa, bizim də qaydamız belədir ki, bunları
is şəkilçisi ilə cəmləməyəcəyik. Sadəcə qarşısına z artiklı artıracağam və cəmdə olacaq. Yox, görsək ki, bu hərf birləşmələri yoxdur. Bəli, o zaman z-dən istifadə edəcəm və sonuna da şəkilçiyi artıracağam. İndi gəlirik ki, aşağıdakı sözlər z artiklı ilə işlənir. Bunu da yenə öyrənirsiniz, amma əzbər yadınızda saxlamırsınız. Bayaq dediyim üsul necə idi? Hekayə qurmaqla. Buna da aid özünüz bir hekayə qurub yadınızda saxlayırsınız. By nəqliyyat vasitələrinin qarşısında işləndikdə artiklsız işlənir. Məsələn, deyirəm ki, I go by car. Mən maşınla gedirəm. Bu zaman artikl olmayacaq. Çünki nə iləsə getdiyimi bildirir və nəqliyyat vasitələrinin qarşısında ilə lalə mənasında artikl olmayacaq. Amma desəm ki, maşının yanında kimsə tərəfindən tərcüməyə baxacağam. Tərcüməyə əsasən biləcəm ki, burada maşınla gedirəmmi deyir, yoxsa maşının yanında mənasını verirmi? Yəni tərcüməyə əsasən müəyyən eləyəcək ki, burada z artiklı işlənir, yoxsa yox. Play. Play sözü necə istifadə olunur? Burada iki qayda var. Bir, hər hansı bir musiqi alətində ifa eləmək, çalmaq mənasında. Bəli, bu zaman biz artikl istifadə eləyəcəyik. Çünki ifa eləmək mənasını bildirir. Amma hər hansı bir oyun oynamaq mənasında I play football. Burada z artiklı olmayacaq. Musiqi alətində ifa eləmək, çalmaq mənasında z artiklı olacaq. Ancaq hər hansı bir oyun oynamaq mənasında artikl olmayacaq. Söhbət kompasın cəhətlərindən gedirsə və mən onların adını sırayla deyirəmsə, bu zaman artikl olmayacaq. Yaxud hər hansı bir ölkənin qarşısında gəlirsə, yenə artikl olmayacaq. Çünki ölkənin qarşısında bayaq dedik ki, bəzi istisna ölkələrimiz var və bəzi sözlərimiz var ki, ştat, federasiya, respublika, bunlar olanda işlədirik. Bunlar yoxdursa və sadəcə ölkənin qarşısında gəlibsə, bu zaman istifadə olunmayacaq. Hansı halda istifadə olunur artikldan? Onların bir hissəsini bildirdikdə. Hissə bildirəndə də biz söz önlərindən istifadə edə bilərik ki, in, of söz önü vasitəsilə yadımızda saxlayarıq ki, söhbət hər hansı bir ölkənin hissəsindən bildirir. Məsələn, Fransanın şimalı, yaxud biz cənubda yaşayırıq. Burada da artıq yaşadığımız yerin hissəsini bildirir. Gəlir last, next sözlərinə. Bunlar əgər zaman mənalı isimlərlə işlənərsə, məsələn, last week, keçən həftə, next week, gələn həftə. Əgər zaman məfhumu ilə işlənərsə, artikl qətiyyən istifadə etməyəcəyik. Çünki zaman var. Zamanlarla da biz artikl istifadə etmirik. Əgər desək ki, last sonuncu mənasını verir və next o biri mənasını verir, bəli, bu zaman biz istifadə edəcəyik. Last book, sonuncu kitab, next station, növbəti stansiya. Tərcüməyə əsasən tapacağıq. Məsələn, deyək ki, mən keçən həftə kitab aldım. Last week I bought a book. Burada artıq keçən həftə dediyinə görə artikl olmayacaq. Zaman zərfləri bildiyimiz kimi cümlənin əvvəlində də gələ bilər, sonunda da gələ bilər. Burada artikl olmayacaq. Amma desəm ki, mən sonuncu kitabı bitirdim. I finished the last book. I finished the last book. Burada bəli olacaq, çünki sonuncu mənasını verir. Muzey adlarıdır, gəmi adlarıdır, qaleriya adlarıdır. Bunlarla da artikl işlənəcək. Ancaq bizim iki dənə istisnamız var ki, bunlarla artikl olmayacaq. Baxmayaraq ki, tiklidir, amma artikl olmayacaq. Növbəti qaydamız belədir ki, küçə, meydan, park adları artiklsız işlənir. Amma burada bir dənə çox incə məqam var. Biz buna diqqət eləməliyik. Çünki tələbələrin əksəriyyəti burada çətinlik çəkirlər və tapşırıqları, testləri yazarkən buna görə səhv eləyirlər. Baxın. Əgər bir insanın adınadırsa park və həmin insanın adı orada qeyd olunubsa, artikl olmayacaq. Bu aiddir həm küçə adına da, meydan adına, hər hansı bir insana həsr olunubsa, insana, ölkəyə, şəhərə həsr olunubsa və o ad varsa, orada insanın adı qeyd olunubsa, ikisi bir yerdə gəlibsə, artikl olmayacaq. Amma heç bir ad yoxdursa, söhbət sadəcə parkdan gəlirsə, bəli, biz bu zaman artikldan istifadə edəcəyik. Sadəcə park sözü tək işlənərsə artikl olacaq. Səhər yeməyidir, axşam yeməyidir, günün hissələridir. Bunlarla artikl olunur. Ancaq ki, onların qarşısında təyinedici gələrsə. Məsələn, deyirəm ki, it was evening, axşam idi. Desəm ki, şaxtalı bir axşam idi, soyuq bir axşam idi. It was a cold evening. It was a cold evening. Burada artıq cold nəyi bildirdi? Onun
tərzini bildirdi, soyuq olduğunu bildirdi. Bu zaman isə bəli biz article işlədəcəyik. Səhərdir, axşamdır, in the morning, in the afternoon, in the evening. Bəli, bunlarla da article olacaq. İndi gəlirik növbəti qaydamıza. Məktəbdir, universitetdir, kollec adlarıdır. Əgər binanı bildirirsə, bəli, biz article istifadə edəcəyik. Məsələn, mən sizlə söhbət edirəm, yaxınlıqda məktəb. Həmin məktəb binasına baxıb deyirəm ki, Leyla bax, nə gözəl məktəb binasıdır. Məktəbin binasından söhbət gedir. Uzaqdan baxıb məktəbin xarici görünüşü barədə bir fikir bildirirəm. Bəli, bu zaman article istifadə edəcəyik. Çünki binadan söhbət gedir. Amma desəm ki, mən məktəbə gedirəm, bu zaman article olmayacaq. Çünki mən artıq məktəbin içinə gedirəm. Mən dərsimi məktəbin daxilində alıram. Desəm ki, müəllimlər məktəbdədirlər. Yenə burada article olmayacaq. Nəyə görə? Çünki müəllimlər məktəbin daxilindədir, içindədir. Binanın daxilindən söhbət gedir, xaricindən getmir. Universitet olsun, kollec olsun, digərlərində də binadan söhbət gedirsə, xaricindən baxıb bir fikir bildirirəmsə, bəli, article olacaq. Amma içindən gedirsə, article olmayacaq. B. Çarpayı mənasında article işlənir, yataq mənasında işlənmir. Bəs bunu necə yadımızda saxlayacağıq? Elə çarpayı da, yataq da eyni deyilmi? Bax, belə yadımızda saxlayacağıq ki, əgər mən çarpayının üstündə oturmuşam deyirəmsə, deməli mən artıq yatağımı yığmışam, yerim hazırdır. Rəfiqəm bizə qonaq gəlib, çayımı içə-içə ondan söhbət edirəm. Hər hansı bir mövzu barədə danışırıq. Çarpayının üzərində oturmuşam. Yerim yığılıb, yerim açıq vəziyyətdə deyil. Amma desəm ki, mən yatmağa gedirəm, bu zaman biz article istifadə etməyəcəyik. Çünki düşünək ki, yerim açıq vəziyyətdədir və gedirəm, yatıram. Ona görə də yatmaq üçün də article olmayacaq, amma üzərində otururamsa, hər hansı bir söhbət edirəmsə, artıq o şəkildə istifadə edə bilərik. Keçək TV qaydasına. Əgər söhbət televizorun qutusundan gedirsə, bu zaman bəli, article işlədəcəyik. Bunu necə yadınızda saxlayın? Bina qaydası ilə. Binada necə demişdik? Xarici görünüşündən söhbət gedirdi. Burada da baxırıq ki, televizoru açmamışam. Sadəcə qara ekranından, monitordan söhbət gedir. Bağlı şəkildədir. Deyirəm ki, televizorun qutusu böyükdür. Bəli, burada article istifadə olunacaq. Amma televizorun daxilindəki hər hansı bir verilişdən söhbət gedirsə, article olmayacaq. Necə ki, binanın içindən söhbət gedəndə article olmurdu. Burada da biz televizorun içindəki hər hansı bir verilişdən söhbət gedərsə, article olmur. Aeroportdur, hava limanıdır, insan adları və yer adları bildirdikdə artiklesız işlənir. Amma özü tək gəldikdə article ilə işlənir. Bu da bayaqki qaydamıza bənzəyir ki, park adıdır, meydan adıdır. Onlar hər hansı bir sözlə bir yerdə gələndə article olmurdu. Amma tək işlənəndə olurdu. Bu da eyni qaydadır. Növbəti qaydamız materikdir, qitə adlarıdır. Bunu əvvəldən də vurğulamışdım ki, əgər yanında bu sözlər gələrsə, bəli, article olacaq. Adını çəkirəmsə, qitə də verirəm, materik də verirəm. Amma bu sözlər yoxdursa, sadəcə materikin adını çəkib, amma yanında qitə sözünü yazmayıb. Yanında materik sözünü yazmayıb. Bu zaman article olmayacaq. Tək özü gəlibsə, article olmayacaq. Amma bu sözlər yanında gəlibsə, article işlənəcək. Bizim istisna sözlərimiz var. Hansı ki, bu sözlər sayıla bilməyən isimlərdir. Və sayıla bilməyən isimlərin qarşısında qeyd etmişdik ki, ən article olmayacaq. Amma bunlar istisna olduğuna görə biz onlarla article işlədə bilərik. Amma bu o demək deyil ki, bütün sayıla bilməyən isimlərlə article işlədə bilərik. Bu qayda olmaz. Bunlar istisnadır. Life, knowledge, education, childhood. Bunlar istisnalarımızdır. A hard life, ağır həyat. Bəli, burada işlənəcək. A deep knowledge, dərin bilik. Bəzən sayıla bilməyən isimlərimiz özü təyinləyici vəzifəsində işlənə bilər. Məsələn, an information center, informasiya mərkəzi. Burada informasiya sözü ayrılıqda sayılmır. Amma təyinləyici vəzifəsində işləndiyinə görə biz onu sayıla bilən kimi götürürük və qarşısında an article istifadə edə bilərik. Bugünkü qayda izahımız bu qədər. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu və artıq article mövzusundan çətinlik çəkməyəcəksiniz. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşərik.